سمع الله لمن حمده الله أكبر أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين نحمده ونشكره نستغفره ونستعينه Gözəl, dəyərli, əzəmətli bir gecədir bu gecə. Ramazan ayı özü bütün günləri əzəmətlidir. Amma bu günlər xüsusi əzəməti var, xüsusi dəyəri var. Bugün Allah hamımızı qonaq çağırıb ən əzəmətli gecəsində, ən dəyərli gecəsində. Mən xoş olsun deyirəm sizin halınıza. Allah Qur'an-ı Kərimində Peyğəmbərinə deyir, وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ Peyğəmbər, sən nə bilirsən bu qədr gecəsi nədir? Leylətul Qadr xeyrun min əlfi şəhr. Bu gecə 1000 aydan üstündür. 1000 aydan üstündür bu gecə. Bu gecənin bir dənə Subhanallahı 1000 ay bir insan Subhanallah desə, bu bir Subhanallah o 1000 ayın Subhanallahından üstündür. Bu gecə 2 rükət namaz qılırsan, dua edirsən, amma bu 2 rükət 1000 ayın 2 rükətindən üstündür, əfsəldir, fəzilətlidir. Bu gecənin gərək insan saniyələrinin qədrin bilə, saniyələrinin, bu gecəni insan boş keçirməyə, bu gecəni insan çalışa ibadətlə, itaətlə keçirdə. Hədisdə var buyurur, Qalbu şəhru Ramadan, Qalbu şəhri Ramadan, Leylətul Qadr. Ramazan ayının döyünən ürəyi qədir gecəsidir. Ayların bütün üstünü Ramazandır. Ramazan ayının da döyünən ürəyi qədir gecəsidir. Necə insanın ürəyi dayansa insan ölər? Bu ayın bu günü olmasa bu ayın mənası da olmaz. Bu qədir bu qədər əzəmətlidir, bu qədər fəzilətlidir. Allah mələklərin göndərib bu gecəsi üçün. Ki, get bax mənim bəndələrimə. Gör, mənim bəndələrim gecənin bu vaxtı neynirlər? Gecənin bu vaxtı yalvarırlar Allaha ki, ilahi bizi bağışla. Yalvarırlar Allaha ki, ilahi dualarımız var, bu günə ümidimiz var deyirik. Həqiqətən bu günə ümidimiz var bizim. Ki, bu gün Allah bizi bağışlayar. Bu gün bağışlanmasaq, məgər haçan bağışlanarıq? Bu qədər rəhmət hər tərəfdən bizi bürüyüb, əgər bugün bağışlanmasaq nə olacaq? Və bu qədr gecəsini müəyyən eləməyib Allah, bu qədər əzəmətindən danışıb, amma hansı gündür bizə dəqiq müəyyən deməyib. Düzdür, məsumlar bilir. İmam Baqir əleyhissalam deyir, bizə bu gecə gizli deyil, amma adi insanlara gizlidir. Biz bilmirik, məsələn, 19-cu gündür, 18-dən 19-una keçən gündür, 20-sindən 21-nə, yoxsa 22-sindən 23-nə biz bilmirik. Ona görə 3 günün 3-ünü də qədir saxlayırıq. Amma İmam Baqir əleyhissalam deyir, biz bilirik. Çünki mələklər bu gecə bizə nazil olur. Çünki mələklər bu gecə bizim ətrafımızda dövr eləyir, təvaf eləyir mələklər. Tənəzzəlul mələikətü və ruh. Mələklər nazil olur bu gecə. Hara nazil olur? Dövrün imamına. Dövrün imamının qəlbini ziyarət eləyir. Dövrün imamının ətrafında dövr eləyir, təvaf eləyir. Mələk dövrün imamı bilir qədir gecəsi açanda, amma biz bilmirik. Həzrəti Cəbrail cavab verir, Allah bu gecə bəndələri ilə əfnən davrandı, bağışladı, bəhanə kimi elədi. Hələ bir dənə bəndə deyək ki, məni bağışla, dedi, bağışladım səni. Allah əff eləyib bu gecə. Allah əff eləyib bu gecə. Allah bağışlayıb bu gecə. İlahi, əlimdə, ovucumda ibadət də yoxdur. İbadəti buradan eləyirəm, bu tərəfdən günah eləyirəm, ibadətlər də çıxır gedir. Heç neyim yoxdur, ya Rabbil Aləmin. Allaha üst tut dinən heç neyim yoxdur. Bir dənə sən varsan. Ya sahibə zaman الساعة
Bike ya Allah, bike ya Allah, bike ya Allah, bike ya Allah, bike ya Allah. 14-cü məsumun qapısına gəlmişik. Mən nə qədər mənə qardaş, nə qədər analar mənə xəbər göndəriblər ki, dua elə bizi. Hərdən ağlaya-ağlaya gəliblər, deyanlar, inanın ki, hacətləri var, xəstələri var, övladı olmayanlar var, dərd olanlar var. Mən istərdim bir 40 saniyə, 50 saniyədə olsa, nə dərdiniz var, nə dərdiniz var, hacət olanlar, ay istəyi olanlar, ay Kərbəla istəyənlər, ay Bəqi istəyənlər, ay xəstəsi olanlar, nə sözümüz var? Daha İmam-ı Zamana üzvü tut, dərdini ona deyim. O bir dənə amindirsə, hər müşkülün həll olar. Mən sənə sakit diyaram, bir fürsətli sözlər deyəsən inşallah. Axırıncı qapını da döyəcək ağa. Allah şahiddir ki, ümidim var. Heç bir qardaş da, heç bir bacı da qəlbində bu şeyi tutmuyor ki, yox, mən buradan bugün alıb getməyəcəm. Bu Allaha naümid olmaqdır, Allah icazə vermir bu şeyə. Qəlbində tut ki, alıb gedəcəm. Yəbnəl Həsən, şiyyələrinin qanı su yerinə axır. Ağa, bezar olmuşuq biz. Ağa, şikayət edirik vəziyyətimizdən. Ağa, vəhşiliklər boşalıb gedir. Ağa, insanlar heyvan yerindədir. Ağa, vəhşiliklər bizi gidib parçalayır. Ağa, şikayət edirəm sənə. Ağa, şikayət edirik sənə. Ağa, şikayətimizi sənə gətiririk. Yəbnəl Həsən, əl-mustəqafu bikə yəbnəl Həsən. Canlar sənə fəda olsun, imam. Qurban olaq sənə imam. 10 dəfə deyirik. بالحجة 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 عليه السلام. Ya Allah, ya Allah, ya Allah. Allah sənə and verirəm izzətivə, cəlalıva, kərəmivə, rəhmətivə, məhəbbətivə, mərhəmətivə, müqəddəs zamanlara, müqəddəs məkanlara, Qədir gecəsinə, Kərbəla torpağına, Bəqi torpağına, Məşhəd torpağına, ya Rəbbəl aləmin. Sənə and verirəm bu məscidin hörmətinə, sənə and verirəm bura yığışan qardaşlarımın hörmətinə, burada olan məzdumların, duası olan qardaşlarımın, duası olan bacılarımın hörmətinə, ya Rəbbəl aləmin. Bu əllər ki, sənin dərgahına qaldırmışıq, əvvəl duamızdır. İmam-ı zamanımızı salamət elə. İlahi, o ağanın zuhurun təcil eləm. Allah bizi o ağanı sevənlərdən və sevdirənlərdən qərar ver. Allah bizi o ağanı qəmləndirənlərdən qərar vermə. Allah bizi əhl-i beytindən və Qur'anından və Hüseynindən ayrı salma. Allah günahlarımızdan əffü qələm çək. Allah sənlə bizim aramızda böyük fasilələrə səbəb olan günahlarımızı bağışla. Allah ibadətin şirinliyini əlimizdən alan günahlarımızı bağışla. Allah dualarımızı həbs edən günahlarımızı bağışla. Allah bəlaların nazil olmasına səbəb olan günahlarımızı bağışla. Allah aqibətimizi bir xeyr elə. Allah cənnəti bizə halal elə. Allah cəhənnəmi bizə haram elə. Allah xəstələrə, məxsusən nəzərdə olan xəstələrimizə tezliyi ilə şifaya acil inayət elə.
Allah məsciddə əyləşən xanımlarımızı, ana bacılarımızı yerin göyün bəlalarından hifz elə. Allah onların dualarını onlardan qəbul elə. Allah onları xanım Zəhra ilə məhşur elə. Allah övladı olmayanlara əməli salih və sağlam övlad nəsib elə. Allah borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Allah idi, Əli deyir, gördüm Həsən, Hüseyn, Zeynəb. Gəliblər, atıblar özlərinin anasının sinəsinə, yalvarırlar, ana hara gedirsən? Bir də deyir, Əli deyir, onu eşitdim ki, göydən səda gəlir, Əli, bu balaları ayır Zəhradan. Göydə mələklər tab gətirə bilmir. Allah, mən səni bunlara and verirəm. Allah, sənə and verirəm, Hüseyin ki, qaldırdı əlini, Əli Əsxəri göyə. O Əli Əsxərə qıymadılar, nizə ilə, o oxla ki, atdılar, gəldi, baxdı, ox, ağanın, o balaca balanın boğazına. İlahi, sənə and verirəm o anlara ki, Zeynəb deyirdi, məhlən, yəbnə Zəhra. Hüseyin, məni qoyub getmə, qardaş, hara gedirsən? Allah, sənə and verirəm, Əli Əkbər ki, tükə olmuşdu. Hüseyin gətirdi, üzün qoydu üzünə. Dedi, bala, səni kim bu günə qoydu? Səni bu günə qoyan qövmə Allah lənət eləsin. Bu anlara and verirəm səni, ya Rəbbəl aləmin. Qəlbləri sındı, axan damlalara and verirəm səni. Hacətlərinə and verirəm səni, istəklərimizi, ya Rəbbəl aləmin, dualarımızı tezliylə, hacətlərimizi tezliylə bərqərar elə. Allah, son duamız yenə burada İmam-ı zamanımızı salamat elə. Allah, işğal olunmuş torpaqlar və Qarabağımızı tezliylə azad elə. Peyğəmbər və əhl-i beytinə salavat zikr. Allahümmə səlli əla Muhamməd, ali Muhamməd. Peyğəmbəri imtihan edib Allah imam qərar verdi. Demək, imamət məqamı Peyğəmbərlik məqamından üstün idi ki, Allah ona imam qərar verdi. Bu bir. Birdən sual yarana bilər ki, Peyğəmbər, onda imam bütün Peyğəmbərlərdən, məsələn, bizim Peyğəmbərdən üstündür. Onun cavabı budur ki, yox, bizim Peyğəmbər həm də imam idi da. Həm Peyğəmbər idi, həm Rəsul idi, həm imam idi. Və imamla Rəsulun nə fərqi var, onun haqqında da inşallah yenə düşər yeri danışaram olsun. Quran-ı Kərimdə cin haqqında da məlumat var. Görmək də mümkündür, insan da onu görə bilər, amma yaxşıdır bu haqda çox düşünməyə insan ola bilər, sonra başqa şeylər, problemlərlə üzləşsin. Siqaret haqqında sual verdilər. Bəzi müştəhidlər haram deyib, iki müştəhid haram edib. Ki, o birisi müştəhidlər də qoyur insanın öhdəsinə, deyirlər ki, məsələn, haram edən müştəhidlərdən Cəfər Subhani, Məkarim Şirazabad. O birisi müştəhidlər deyir, əgər insanın səhhətinə ciddi ziyan olarsa, onda haramdır. Fatihə surəsindən sonra biri amindirsə, bidətdir. Yəni, deyirsə ki, namazda belə şey var. Bidətdir, namazda batildir. Bizim əqidədə bəli, batildir. Sual verir, elə bir şəraitdəyim ki, qiblənin yeri bilinmir, mən neyniyim? Günəşlə birinci yolunu deyim, günəşin vasitəsilə tapa bilərsiniz. Günəş çıxan tərəf sol tərəfində, günəş batan tərəf sağ tərəfində, bu Azərbaycana aiddir. Günəş çıxan sol tərəf, günəş batan sağ tərəf, təxminən biraz sağa meyilli, bir azacıq dərəcədə meyilli dönürsən, olur qiblə. İndi birdən işdir, burada da mümkün də deyil, heç qibləni tapmaq olmur. Əgər məsələn, bu da deyim, qəbirsanlıq varsa yaxınlığında, qəbirsanlıqda adam tapa bilərdir, çünki qəbirlərə baxıb qibləni təyin eləmək mümkündür. İndi o da yoxdur, mümkün deyil, yəni 4 tərəfə namaz qılsın, önə, sağa, sola, arxaya. 4 tərəfə namaz qılsın ki, 100% daha burada inşallah namazları qəbul olar Allahın lütfü ilə. Sual verdi, xanım Zəhranı dərk eləyən Qədr gecəsini dərk eləyər. Belə bir hədis var, mənası nədir? Bunun biraz geniş mənası var. Qısa deyim, saxlayayım ki, Qədirlərdə istəyirdim bu hissə danışma, qabaqladıza eybi yoxdur. Mən ədrəkə leylətəl qədr, fəqət ədrəkə Fatimətə Zəhra, belə bir hədis olmalıdır. Ki, hədisin tərcüməsini dedim. Baxın, xanım Zəhra ilə Qədr gecəsinin oxşar tərəfləri var. Yəni, Qədr gecəsi mənəviyyat istəyir. Yüksək mənəviyyat istəyir. Yüksək mənəviyyat olan xanım Zəhranı müəyyən qədər tanıya bilər. Xanım Zəhranın qəbri gizlindir, Qədr gecəsi də gizlindir. 2 dənə səbəbini dedim də sizə. Belə şeylər, bundan da geniş danışmaq olar. Onları inşallah o moizə üçün ki, hazırlanınca orada danışaram. Əsas 2 dənə səbəbini dedim. Ruhun təmizliyi, qədri dərk eləmək üçün ruhun təmizliyi, xanım Zəhra salamun aleyhanı da ki, hələ öz tutumu qədər əlbəttə tanımaq üçün, dərk eləmək üçün ruhun təmizliyi şərtdir. Və xanım Zəhra necə qəbri gizlindir,
Qədr gecəsi də gizlidir. Namaz qılmayan şəxsin Qədr gecələrində ibadətləri qəbuldur yoxsa yox? Əlbəttə, namaz qılmayan qardaşlarımız bizim əzizimizdir, canımızdır. Əlbəttə, onların burada oturmağı, əyləşməyi, dualara qarışmağı, dua eləməyi, onların o duaları qəbuldur. Amma çalışmalı onları da elə bizim vəzifədir ki, onları, məsələn, gördün, namaz qılmır, indi yanındadır. Dedəm ona ki, sən Allah bunu nəsib edib, dua oxumağı sənə nəsib edib, namaz da qılsan yaxşı olar, yəni namazı saxlama. Yəni, mən bunun əksini deyirəm. Bəzi insanlar görürsən, deyir ki, sən namaz qılmırsan, burada nə işin var? Yox. Əksin, sən maşallah dua edirsən, gələk namaz da qılasan. Namazın şirinliyini çatdırmaq, gözəlliyini çatdırmaq hamımızın vəzifəsidir. Sual verir, qadın hicablı xanımdır, gedir diş həkiminə, həkim də kişidir, onun yanına gedə bilər, yoxsa yox. Xanım olarsa, yaxşı olar ki, xanım həkimə müraciət eləsin də. Yəni, daha indi birdən indi daha Azərbaycandan tapılmadı. O da əlinə əlcəyi taxsın, neynəsin, bu şəkildə müalicə edə bilər. Diqqətlə də, yəni, günaha düşməmək şərtilə. Belə bir hökm var, müştəhidlər deyirlər ki, o şeylər ki, dini gözdən salır, dinə zərbə vurur, tohin deyirlər adına fiqdə, dini gözdən salır və qərb istifadə edir, onları göstərir, insanları dindən uzaqlaşdırır, deyir, bir də buna bax, vurur, qan çıxardır, vurur, başın yarır, o şeylər o səviyyədə olsa haramdır. Ayın görünməsinin şərtləri, mən nə bilim ki, Ramazan ayı daxil oldu. Bəzi müştəhidlər 4 şərt deyir, bəzi müştəhidlər 5 şərt deyir. 4 şərt hansıdır, 5 şərt hansıdır? Birinci məsələ. Bəzi müştəhidlər deyir ki, 4 şərti var. Özün gördüyün ayı, bilirsən ki, Ramazan ayı daxil. Bu bir. Özün görməmsən. 2 dənə ədalətli şəxs gözü ilə görüb, bir var eşidib, yox ha. Gözü ilə görüb, ikisi də ədalətlidir. İkisi də gəlir sənə deyir ki, qardaşım, mən gördüm ha ayı. Yenə də Ramazandır. Üçüncü 30 günün tamamlanmasıdır. Üçüncü 30 günün tamamlanmasıdır. Dördüncü də budur ki, o qədər yayla bu söhbət ki, kimi dindirirsən, deyir, şayə deyirlər onun fiqd adına. Hamı deyir ki, qardaş, Ramazandır. Hamı deyir, Ramazandır və bu şayədən insana yəqin asıl olsun. Bu 4 şərt olsa deyirlər ki, ayın tamamlanmasıdır. Bəzi müştəhidlər bu 4-də bir də əlavə edib, şəri hakimin deməsi. Salavat zikirlər, Peyğəmbər və Ali Peyğəmbər. İnşallah Kərbəlar için Quranla bizləri dincəldəcək. Bunun da özünün, ailəsinin salamat olmağına, elminin daha da bərəkətli olmasına salavat zikirlər. Allahümmə səllələ Muhammed Ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ. إِنَّ فِي هَذَا لَبَلَاغًا لِقَوْمٍ عَابِدِينَ وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. بسم الله الرحمن الرحيم. ولقد كتبنا في الزبور من بعد الذكر أن الأرض يرثها
إن في هذا لبلاغا لقوم عابدين وما أرسلناك إلا رحمة للعالمين. قل إنما يوحى إلي أنما إلهكم إله واحد فهل أنتم مسلمون؟